İmam Rıza əleyhissalamı Mədinədən gətirirlər Xorasana. Xorasana çatmamış bir məntəqədə o həzrət dayandı və insanlar çıxıblar o həzrətin pişvazına görüşmək üçün, eşidiblər Peyğəmbər balası gəlir. Həzrət oradan tərpənəndə onun mininin qarşısını kəsdilər, dedilər ki, bizə bir hədis, bir rəvayətdir Peyğəmbərdən. İmam Rıza əleyhissalam bir hədisdir, məşhur hədisdir, Silsilə-i Zəhəb adı ilə o hədis məşhurdur, qızıl silsilə. Çünki bilirsiniz, Peyğəmbərdən gələn hədislər, rəvayətlərdə deyirlər, məsələn, filan kəsdən, filan kəsdən, filan kəsdən rəvayət olunub. Bəzi hallarda filan kəslər görürsən ki, özü sözünü şübhəli məqamları var və s. Amma İmam Rıza əleyhissalam ki, nəql edir bu hədisi, deyir, mən eşitdim atam Musa ibn Cəfərdən, o da İmam Sadiqdən, o da İmam Baqirdən, o da İmam Səccaddan, o da İmam Hüseyndən, İmam Həsəndən, Həzrət Əli ibn Əbi Talib əleyhissalamdan, o da Peyğəmbərdən. Yəni, bu silsilədə bir nəfər qeyri-məsum yoxdur. Hamısı bu hədisi nəql edənlər məsumlardır. İmam Rıza əleyhissalam buyurdu ki, Kəlimətul la ilahə illallah hisni. Fəmən dəxələ hisni vəcəbə ləhul cənnə. Allah müteala buyurur ki, kəlime-i la ilahə illallah mənim bir dənə qalamdır. Hər kim o qalaya daxil olsa, amandadır və cənnət ona vacibdir. Buradakilər də böyle təəccüblə baxdı da bu bir sözü idi ki, hamısı bilirdi işte. Həzrət dəvəsini hərəkətə gətirdi və bir anda dayandırdı və çöndü. Burada və şərtəha və şurutuha. Bu qalanın şərtləri var. La ilahə illallah qalasının şərtləri var. O qalanın şərtləri nədən ibarətdir? Burada o qalanın şərtləri biz imamların, imamətin və vilayətin qəbul eləməkdir. Hər kim istəsə o qalada məskən tapa, vilayəti, Allah hüccətlərini, Peyğəmbərdən sonra təyin olunmuş hüccətlərin vilayətlərini qəbul etməlidir. Bu bir ilahi şərtdir, bu bir ilahi meyardır. Ki, Həzrət Əmir əleyhissalam ki, bu hədisi nəql edir Peyğəmbərdən və sair imamlarımız və o zamana qədər, İmam Rıza əleyhissalamın dönəminə qədər tarixdə heç yerdə bu hədisi bu cür aşkar təhlil edən imam olmayıb. Heç kim bu cür aşkar buna izah verməyib. Niyə? Çünki zaman çox pis idi. İmkanlar buna imkan vermirdi. Şərait yetişmirdi.